İmam Əlinin atasının əsl adının nə olduğu məlum deyil. Bəziləri onun adının İmran olduğunu, bəziləri isə Əbdülmənaf olduğunu deyirlər. Bəziləri də tamam bir başqa ad. Əbu Talib isə ad deyil, kunyədir. Mənası isə Talibin atası deməkdir. Bəs Talib kimdir? Talib Əbu Talib kişinin ən böyük oğlu idi. Yəni İmam Əlinin ən böyük qardaşı idi. Onun 568-ci ildə doğulduğunu, yəni Peyğəmbərdən 2 il öncə dünyaya gəldiyi qeyd olunur. Hicrətdən sonra 624-cü ildə Məkkəlilər belə bir xəbər aldılar ki, onların Şamdan Məkkəyə gələn ticarət karvanı müsəlmanlar tərəfindən təhlükədədir. Belə ki, müsəlmanlar həmin o karvanın qarşısını kəsib malları müsadirə etməyi fikrinə düşürlər. Beləliklə Məkkə müşrikləri qərar verirlər ki, müsəlmanların üzərinə qoşun yeritsinlər. Onlar toplanır, qoşun yığır və Mədinə yaxınlığına gələrək bir düşərgə salırlar. Lakin orada olanda xəbər çatır ki, karvan artıq səmtini dəyişərək təhlükəsiz bir mövqeyə keçmişdir. Artıq siz də geri qayıda bilərsiniz, yəni döyüş lazım deyil. Lakin ora yığışan Məkkəlilər qərar verirlər ki, bura qədər gəldiyimiz halda Mədinəlilərlə, yəni müsəlmanlarla vuruşmamış geri qayıdan deyilik. Həmin o qoşunun tərkibində Talib də var idi. Amma Talibi və onun kimi hakimlərdən bir çoxunu güclə ora gətirmişdilər. Buna görə ona dedilər ki, hərçənd ki, sən bura bizimlə birgə gəlmisən, lakin biz yaxşı bilirik ki, sənin qəlbin, ürəyin Məhəmmədlədir. Odur ki, bu söhbətdən sonra Talibi öz başına buraxdılar. Talib isə onlardan həqiqətən də aralandı və yox oldu. Tarixçilər onun aqibətinin nə olduğunu bilmirlər. Heç kəs onun aqibətinin necə olduğunu dəqiq bilmir. Bədir müharibəsində iştirak etmədiyi dəqiqdir. Çünki nə ölülərin arasında cəsədi var idi, nə əsir düşənlər arasındaydı, nə də ki, məğlub olduqlarını görüb, döyüşdən qaçıb Məkkəyə qayıdan müşriklər arasındaydı. Buna görə bəzi tarixçilər onun həmin o düşərgədən ayrılıb Məkkəyə qayıtdığını və orada qısa müddət sonra dünyasını dəyişdiyini deyirlər. Bəzi tarixçilər isə onun Yəmənə yaxud da Şama getdiyini, yəni Məkkəyə qayıtmadığını qeyd edirlər. Bəzi tarixçilər isə onun sayı keçərkən boğulduğunu deyirlər. İbn İmbə isə tamam maraqlı bir qəribə bir şey deyir. Deyir ki, o atını boğulana qədər zorla suya çapdı. Yəni bunun mənası intihar mənasındadır. Onun haqqında gəldiyim yekun nəticə budur ki, o həqiqətən də düşərgədən ayrılıb Məkkəyə deyil, Yəmənə yaxud da Şama tərəf getməyə çalışmışdır. Yaxud da Məkkəyə qayıtmış və orada qalmadan səfər tədarükü görərək yenə də Şama yaxud Yəmənə getməyə çalışmış, lakin yolda çayı keçərkən boğulmuşdur. Çünki onun qəbri Məkkədə də yoxdur. Övladları da olmadığı üçün soyu davam etməmişdir. Onun iman gətirməsi ilə bağlı İmam Cəfər Sadiq əleyhissalamdan Üsul-i Kafi kitabından bir hədis gətirirlər. Lakin hədisin özü mürsəldir, yəni ravi zənciri qeyd edilməmişdir. Onun iman gətirməsi ilə bağlı başqa dəlillər isə Şibə Əbu Talibdə olandır. Yəni müsəlmanlar Əbu Talib dərəsində blokadaya salındığı zaman Talib də orada onların arasında olmuşdur. Başqa bir dəlil bunu gətirirlər ki, o düşərgədən ayrılarkən belə bir məzmunda şeir demişdir. Ey Allah, əgər Talib bu ordu ilə döyüş qərarı versəydi, zəfər çalan və qənimət alanlardan deyil, məğlub olan və əsir düşən, yəni qənimət olan adamlardan qərar verməyini istəyərdim. Bunun mənası o idi ki, əgər mən müsəlmanlarla döyüşsəydim, bunu məcburiyyət qarşısında edərdim və qalib gələn tərəf yox, əsir düşən tərəf, məğlub olan tərəf olmağımı istəyərdim. Və buradan da görünür ki, o Məkkəlilərin, yəni müşriklərin məğlub olmasını istəyirdi. Onun Həzrət Peyğəmbərin məthində dediyi şeiri də onun iman gətirməsi ilə bağlı dəlil olaraq gətirirlər. Lakin bütün bunlar tarixi mətnlərdən çıxarışlardır və onun iman gətirməsi ilə bağlı konkret əlimizdə dəlil yoxdur. Bu qədər. Video xoşunuza gəldisə bəyənməyi və paylaşmağı unutmayın.